Çünki dünya bəlirsizliklər olan və çox böyük bir sistemdir, çox böyük bir yerdir. Hansı ki, burada bir çox şeylər bizim kontrolumuz altında deyil, bizim idarəmiz altında deyil, bizim sözümüz, bizim hökmümüz keçərli deyil. Dolayısıyla bu sistemdə yəni bir çox şey bizim şuurlu seçimimiz bir növ beləliklə əsasında olmasa belə, ən azından bizim kontrolumuzda, idarəmizdə olan yerlər var. Yəni bizim hisslərimiz, bizim davranışlarımız, bizim düşüncələrimiz, bu kimi yerlərə baxa bilmək çox önəmlidir. Yəni sən düşüncələrindən, duyğularından, davranışlarından, travmalarından ibarət deyilsən. Sənin çox böyük bir varlığın, ruhun var, müdrikliyin, yəni ruhunda yatan bir çox şeyi çox da dərindən bilən və həmin o bilgəlik nöqtəsindən yaşaya biləcəyin bir həyat, yəni seçimin var əslində.